Novruz bayramına 4 həftə qalmış həyat üçün vacib olan 4 ünsür su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə qeyd edilir. El arasında bunlara boz ayın çərşənbələri də deyilir. Novruz bayramının ilk çərşənbəsi su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər səhmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Xalq inancına görə birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür. Su ilə bağlı müxtəlif şənliklər keçirilir. Ümumiyyətlə saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilir. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir. Azərbaycanda axır çərşənbə martın 14-nə təsadüf edir. Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş yerin hərəkət müstəvisi ilə yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada yaz bərabərliyi nöqtəsi də deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin anda şimal yarımkürəsində astronomik bahar başlayır və bu iyunun 21-nə dək davam edir.